Bugünkü mövzumuz Çin elektrik avtomobil istehsalçısı Li Auto'dur. Bu şirkətə investisiya etməyə dəyərmi? Li Auto 2015-ci ildə qurulub və əsas fərqi ondan ibarətdir ki, şirkət uzadılmış məsafəli hibrid avtomobillər istehsal edir. Yəni avtomobilləri həm elektrik, həm də benzinlə işləyə bilir. Bu, xüsusilə Çin kimi infrastrukturun hələ də tam qurulmadığı bazarlarda böyük üstünlükdür. Satış rəqəmləri ildən ilə artır. 2024-cü ildə şirkət yeni modellərlə bazarı genişləndirməyə başladı. Eyni zamanda Apple və Tesla'dan keçmiş mühəndislər komandaya qoşulub. Bu, inkişaf potensialını göstərir. Amma risklər də var. Çin evi bazarında rəqabət çox güclüdür. NIO, Xpeng, BYD kimi oyuncularla yanaşı Tesla da oradadır. Üstəlik, ABŞ və Çin arasında olan ticarət gərginlikləri xarici investorlar üçün əlavə risk yaradır. Nəticə, Li Auto hazırda maraqlı və sürətlə böyüyən şirkətdir. Amma bu sektora yatırım etməzdən əvvəl həm bazar rəqabətini, həm də geosiyasi riskləri nəzərə almaq vacibdir. Siz necə düşünürsünüz? Li Auto portfelə əlavə etməyə dəyərmi? Rəylərdə yazın, müzakirə edək.